Salam, hər vaxtınız xeyir. Çoxbucaqlılar mövzusunun davamına baxırıq. İlk 60 sualın həlli kanalında var. İndi isə 61 nömrəli sualla davam edək. ABCD rombunda BY hündürlüyü 3,5-dir. 3,5 və BDC bucağı 75 dərəcə olarsa rombun tərəfini soruşur. BDC bucağı, buradakı bucaq verilib bizə 75 dərəcə. Rombun bilirik ki, bütün tərəfləri bərabərdir. Və burada BCD bərabər yanlı üçbucaqdır. Oturacağına bitişik bucaqları bərabərdir. Təpə bucağına qalır 30 dərəcə. C bucağı 30 dərəcədirsə, A bucağı da olacaq 30 dərəcə. Çünki rombun və paralelogramın qarşı təpənəklərindəki bucaqlar bir-birinə bərabərdir. Burada alındı düzbucaqlı üçbucaq. 30 dərəcəli bucaq qarşısına katet 3,5-dirsə, deməli hipotenuz olacaq 7. 30 dərəcəli bucaq qarşısına katet hipotenuzun yarısına bərabərdir. Bizdən rombun tərəfini soruşur. Düzgün cavab C variantı. Paralelogramın tərəflərinin uzunluğu 3 və 5 cm olarsa, bura 3, digər tərəf 5 olsun. İti bucağın tən böləni böyük tərəfi hansı parçalara ayırar? İti bucağın tən böləni, baxın, bundan söhbət gedir. Böyük tərəf, yəni 5 olan tərəfi, burada 5-dir. Bunu hansı nisbətdə bölər, yəni hansı parçalara ayırar? Deməli, bu əgər tən böləndirsə, bura alfadırsa, burada alfadır. Deməli, paralelogramın qarşı tərəfləri paraleldir. Burada adlandırırsaq, ABCD paralelogram. Burada AK tən böləndir. Həmçinin iki paralel xətt və AK burada kəsən rolunu oynayır. Daxili çarpaz bucaqlar var. Yəni, bu bucaqla bu bucaq bir-birinə bərabərdir. Olacaq buradakı bucaqda alfa. Bərabər yanlı üçbucaq alındı. AB 3-dürsə, BK da 3-dür. Ümumi BC 5 idi. KC olacaq 2. Deməli, böyük tərəfi 3 və 2 olaraq 2 hissəyə bölür. 63 nömrəli sualda yenə eyni qaydada paralelogramın tərəfləri 4 və 7-dir. İti bucağın tən böləni böyük tərəfi hansı nisbətdə bölər deyir. Tərəflər 4 və 7-dir. İti bucaq buradan çəkirik. Böyük tərəfdə 7 olan tərəfdən söhbət gedir. Yəni A, B, C, D. AD 7-dirsə, BC də 7-dir. Əgər bura tən böləndirsə, bura x-dirsə, burada x olacaq. Və deməli, bu bucaqlar daxili çarpaz bucaqlar olduğuna görə bir-birinə bərabərdir. Burada x-dir. Deməli, burada bərabər yanlı üçbucaq alındı. BK 4-dürsə, KC də 7 minus 4, 3 olacaq. Deməli, qarşı tərəfi 4 və 3 olaraq 2 hissəyə bölür. Perimetri 12 olan düzbucaqlının bir tərəfi digərindən 2 dəfə böyükdür. Tərəflərdən birini x deyirəm, digər tərəf bundan 2 dəfə böyükdür, 2x. Perimetr də 12-dir. P bərabərdir 2 vurulsun, A üstə gəl B. 12 bərabərdir 2 vurulsun, x üstə gəl 2x. 12-ni 2-yə böləndə 6 bərabərdir 3x-ə, x olacaq 6-nı 3-ə böləndə 2. Düzbucaqlının kiçik tərəfini soruşur. A bərabərdir 2, B bərabərdir 2 vur 2, 4. Kiçik tərəf 2 cm. Perimetri 16 olan düzbucaqlının bir tərəfi digərindən 3 dəfə böyükdür deyir. Tərəflərdən birini x deyirəm, digər tərəf bundan 3 dəfə böyük, 3x. P bərabərdir 2 vurulsun, A plus B. 16 bərabərdir 2 vurulsun, x üstə gəl 3x. 16-nı 2-yə böləndə 8 dəfə 4x, x olacaq 2. Düzbucaqlının böyük tərəfini soruşur. A bərabərdir 2, digəri də 6. Böyük tərəf 6 cm. 66 nömrəli sualda rom çəkirik əvvəlcə, sonra verilənləri oxuyarıq. Bu olsun rom. Rombun kör bucağı 120 dərəcədir. Deməli, buradakı bucaq 120 dərəcədir. Rombun tərəfi 36-ya bərabərdir. Kör bucaq təpəsindən qarşı tərəfə endirilmiş hündürlük onu iki parçaya ayırır. Yəni, rombun tərəfini. Deməli, bizdən bu parçaların uzunluqlarını soruşur. Kör bucaq 120 dərəcədirsə, buradakı bucağa qalır 60 dərəcə. 180-dan 120 çıxırıq. Çünki rombun və paralelogramın bir tərəfinə bitişik bucaqların cəmi 180 dərəcədir. Deməli, bu tərəf 36-dır. Çünki rombun tərəfi 36-dır. Hər bir tərəfi 36 yaza bilərik. Bura olacaq 30 dərəcə. 90, 60-dırsa digər iti bucağı 30 qalır.
30 dərəcəli bucaq qarşısındakı katet, yəni bu hissə, hipotenuzun yarısına bərabərdir. 36-nın yarısı olacaq 18. Bizə hündürlük lazım deyil, qarşı tərəfin, yəni parçaların uzunluqlarını soruşur. Ümumi rombun tərəfi 36 idi, bura 18 isə digər hissəyə də 18 qalır. Düzgün cavab Y variantı. Diaqonalların uzunluqları 10 və 24 olan rombun perimetrini soruşur. Rombun diaqonalların kvadratları cəmi tərəflərin kvadratları cəminə bərabərdir. 10-un kvadratı üstə gəl 24-ün kvadratı 4a kvadratı. 100 üstə gəl 24-ün kvadratı 576. Bərabərdir 4a kvadratı. A kvadratı bərabərdir 4-də 676. Deməli, bölməyə də bilərik. A bərabərdir kökün altına düşür. 676 böl 4. 26 böl 2 olacaq cavab 13. Deməli, bizdən rombun perimetrini soruşur. Rombun perimetri tərəfin 4 mislinə bərabərdir. 4-ü vuracaq 13-ə olacaq 52 A variantı. 68 nömrəli suala baxırıq. ABCD paraleloqramında ABCD. Bucaq A 3x plus 20-dir. Bir də bucaq C verilib. Bizdən bucaq B-ni soruşur. Bucaq A və bucaq C qarşı təpə nöqtələrindəki bucaqlardır. Biz bilirik ki, paraleloqramda və rombda qarşı təpə nöqtələrindəki bucaqlar bir-birinə bərabərdir. Bucaq A bucaq C-yə, bucaq B isə bucaq D-yə bərabərdir. Deməli, bunu əsasən yaza bilərik ki, 3x üstə gəl 20 bərabərdir 5x minus 20. Mənfi 20-ni sol tərəfə keçirsək 40 bərabərdir 5x minus 3x-ə. 2x bərabərdir 40-a, x olacaq 20. Bizdən bucaq B-ni soruşur. Deməli, əvvəlcə bucaq A-nı tapaq. X-in yerinə 20 qoyuruq. 3 vurulsun 20, üstə gəl 20. 60, üzərinə 20 gələndə 80. Bucaq A 80 dərəcədir. Bucaq B isə 180-dən 80 çıxacaq. Olacaq 100 dərəcə. Düzgün cavab B variantı. 69 nömrəli suala baxırıq. Bərabər yanlı trapesiya çəkirik. Kör bucağının təpə nöqtəsindən çəkilmiş hündürlüyü, böyük oturacağı uzunluqları 8 və 13 olan iki hissəyə bölür. Bərabər yanlı trapesiyadır. Kör bucağının təpə nöqtəsindən hündürlük çəkirəm. Bu hündürlük böyük oturacağı uzunluqları 8 və 13 olaraq iki hissəyə bölür. Trapesiyanın orta xəttinin uzunluğunu soruşur. Deməli, bərabər yanlı trapesiyadırsa, yan tərəfləri bərabərdir. Digər təpədən də hündürlük çəkirəm və həmin hündürlüyün yan tərəfdən ayırdığı hissələrin uzunluqları da bərabərdir. Yəni, bura 8 isə, buranın uzunluğu da olacaq 8. Ümumi bu məsafə 13 idi. 13-dən 8 çıxıram. Bura qalır 5. Bura 5-dirsə, kiçik oturacaq da 5-dir. Orta xəttin uzunluğunu soruşur. Orta xətt oturacaqları cəminin yarısı. Kiçik oturacaq 5, böyük oturacaq. Baxın, böyük oturacaq. Biraz burada qarışıq göstərdim. A, adlandırsam bunu B, C'dir. Bura olsun H. AH 8, HD 13 verilmişdi. HD 13 verilmişdi. Buradan bura qədər, yəni K deyik buna. KD 8-dir. 13-dən 8 çıxanda 13 buradan silirəm. HK-ya 5 qaldı. İndi böyük oturacağımız, yəni 13 üstə gəl 8, 21-dir. Bölürük 2-yə olacaq 13. Yəni A variantı. 70 nömrəli sualda. Bərabər yanlı trapesiyanın hündürlüyü yan tərəflə 45 dərəcəli bucaq əmlə gətirir. Bu hündürlük olsun. Bu yan tərəflə 45 dərəcəli bucaq əmlə gətirir. Deməli, 90, 45 isə digər iti bucağa da 45 qalır və burada bərabər yanlı 3 bucaq alındı. Trapesiyanın hündürlüyü 8-dir. Orta xətti 18. Bura 8 isə kiçik oturacaqda 8-dir. Digər tərəfdən də hündürlük çəkirəm. Burada 8 olacaq, çünki bu bərabər yanlı trapesiyadır. Daha doğrusu hündürlüklər onsuz da eynidir. Bu hissələr də 8 olacaq. Bərabər yanlı trapesiyada hündürlüyün yan tərəflə ayırdığı hissələrin uzunluqları bərabərdir. Yəni, bunlar da 8 qalır. 8 8-dirsə, deməli, yan tərəflər 8 kök altı 2-dir. Bizə yan tərəf lazım deyil. Deməli, kiçik oturacağa x yazıram. Burada düşür x. Deməli, oturacaqlardan biri kiçik oturacaq x-dir. Böyük oturacaq da 16 üstə gəl x. Orta xətt oturacaqları cəminin yarısı. X üstə gəl 16 üstə gəl x. Bölürük 2-yə, bərabər edirik 18-ə.
2x üstəgəl 16 bərabərdir 36. Buradan davam edirəm. 2x bərabərdir 36-dan 16 çıxanda 20, x olacaq 20-ni 2-yə böləndə 10. Oturacaqlardan biri 10'dur, digəri də 10 üstəgəl 16, 26. Düzgün cavab Y variantı. Baxırıq 71 nömrəli suala. Bərabər yanlı trapesiya çəkək. Deməli, yan tərəflərindən birinə bitişik bucaqların fərqi 40 dərəcədir. Bərabər yanlı trapesiyanın deyir, yan tərəflərindən birinə bitişik bucaqların fərqi 40 dərəcədir. Bu bucaqlardan böyüyünün dərəcə ölçüsünü soruşur. Deyək ki, bu bərabər yanlı trapesiyada ABC'dir. Yan tərəf AB tərəfdir. Bu tərəflərdən birinə bitişik bucaqlar. Bu tərəfə bitişik bucaqlar biri iti, biri kör bucaqdır da, yəni alfabetdə. Biz bilirik ki, kör bucaq iti bucaqdan böyük, yəni beta minus alfa 40 dərəcə olar. Və bərabər yanlı trapesiyanın yan tərəfə bitişik bucaqların cəmi 180 dərəcədir. Alfa plus beta 180 dərəcə. Bunları tərəf-tərəfə toplasaq, 2 beta bərabərdir 220, beta bərabərdir 110 alırıq. Alfa da 110'dan 40 çıxanda 70 dərəcə. Bu bucaqlardan böyüyünün dərəcə ölçüsünü soruşur. Böyüyü 110 dərəcəyə bərabərdir. Baxırıq 72 nömrəli suala. Bir tərəfi o birindən 3 dəfə böyük, perimetri 200 olan düzbucağının böyük tərəfinin uzunluğunu soruşur. Tərəflərdən birinə x, digər tərəfə 3x deyirəm. P bərabərdir 200. P bərabərdir 2, A plus B. 200 bərabərdir 2 vurulsun x üstəgəl 3x. 200'ü 2'ye böləndə 100 bərabərdir 4x-ə, x bərabərdir 25. Bizdən böyük tərəfin uzunluğunu soruşur. Böyük tərəf 3x-dir. 3'ü də vuracağıq 25'ə. Olacaq 75. Nömrəli sualda parallelogram verilib. BD diagonaldır. Verilənlərə əsasən bucaq 1'in dərəcə ölçüsünü soruşur. Bucaq 1 və bucaq 3'ün cəmi 60 dərəcədir. Bu üç bucağa nəzər salsaq görərik ki, həmin bucaq 1 və bucaq 3 bu üç bucağın bucaqlarıdır. Deməli, digər bucaq 2'yə qalır. 180'dan 60 çıxanda 120 dərəcə. Gətirib ikinci tənlikdə yerinə qoyuruq. Bucaq 4 üstəgəl bucaq 2'nin yerinə 120 dərəcə bərabərdir 150. Buradan bucaq 4 bərabərdir 30 dərəcə. Bucaq 4 30'dursa, bucaq 1 də 30'dur. Çünki paralleogramda qarşı təpə nöqtələrindəki bucaqlar bir-birinə bərabərdir. Yəni bucaq A bucaq C-yə bərabərdir. Deməli, bucaq 1 olacaq 30 dərəcə. 74 nömrəli sualda düzbucağının uzunluğu 24, diagonalı 30 olarsa onun enini soruşur. Düzbucağının diagonalının kvadratı tərəflərinin kvadratları cəminə bərabərdir. 30'un kvadratı bərabərdir 24'ün kvadratı üstəgəl B kvadratı. Buradan B kvadratı bərabərdir 30'un kvadratı minus 24'ün kvadratı. B də bərabərdir kökün altında 30 minus 24 6, 30 plus 24 54. 6 vur 54'ün yerinə də 9 vur 6 yazıram. 2'dən 6'dan biri çıxdı, 9'dan da 3. Digər tərəfin uzunluğu 6 vur 3 18'ə bərabərdir. 75 nömrəli sualda ABCD kvadrat ADD-yə bərabərdir və KAD 20 dərəcə olarsa KD-yə bucağının dərəcə ölçüsünü soruşur. Deməli, bura 20 dərəcəsi baxın bu üç bucağa baxsaq. Deməli, bu üç bucağa baxsaq görərik ki, yan tərəflər bərabərdir. Deməli, oturacağına bitişik bucaqları bərabər olmalıdır. Bura 20 dərəcədirsə, buradakı bucaqda olacaq 20 dərəcə. 20, 20, 40, təpə bucağına qalır 140 dərəcə. Yəni, bucaq ADY olmalıdır 140 dərəcə. Kvadrat olduğuna görə bu bucaq 90 dərəcədir. 140'dan 90 çıxanda buradakı bucağa qalır 50. Bizdən də KDY-ni soruşur. Bucaq KDY olacaq 50 dərəcə. 76 nömrəli suala baxırıq. Düzbucağının diagonalları 60 dərəcəli bucaq altında kəsişir və bir diagonal və bir kiçik tərəfin cəmi 24 olarsa bizdən düzbucağının kiçik tərəfini soruşur. Buraya yazıram 60 dərəcə. Kiçik deyək ki 60 dərəcəli bucaq altında kəsişir. Düzbucağının diagonalları bərabərdir. Kəsişir və kəsmə nöqtəsinə bərabər hissələrə bölünür. Bura x yazıram hər bir uzunluğa.
Deməli, burada baxın, bərabər yanlı üçbucaq alınıb. Təpə bucağı 60 dərəcədir. Deməli, oturacağına bitişik bucaqlar da bərabər olmalıdır. Bunların hər birinə də 60 düşür. Deməli, burada nə alındı? Bərabər tərəfli üçbucaq alındı. Bərabər tərəfli üçbucaq bütün tərəfləri bərabərdir. Deməli, burada olacaq x. İndi bizə şərtdə deyir ki, bir diaqonalın uzunluğu A, B, C, D kimi adlandırsaq, BD diaqonaldır. Diaqonalın uzunluğu da 2x-dir. Bir diaqonal, yəni 2x və bir kiçik tərəfdə x-dir. Bunların cəmi 24-dür. 3x bərabərdir 24-ə, x-ə düşür 8. Bizdən də düzbucaqlının kiçik tərəfini soruşur. Kiçik tərəf ilə AB-dir, yəni 60 dərəcəli bucaq qarşısındakı tərəf kiçik tərəfdir. Cavab olacaq 8. Böyük tərəf isə 60-ın qonşusu bura 120-dir. Yəni 120-nin qarşısındakı tərəf nəzərdə tutulur. 77 nömrəli sualda eyni qaydada. Burada isə bir diaqonal və bir kiçik tərəfin cəmi 36 deyir. Yəni x ilə 2x-in cəmi 36-ya bərabərdir. 3x bərabərdir 36-ya, x olacaq 12. Bizdən düzbucaqlının diaqonalını soruşur. Diaqonal B-dir, 2x-ə bərabərdir. 2-ni də vuracağıq 12-yə, olacaq 24. 78 nömrəli sualda ABCD kvadratında AYC bucağı 120 dərəcə olarsa ACY bucağını soruşur. ACY buradakı bucağı soruşur. 120 dərəcədirsə bunun qonşusu olacaq 60 dərəcə. 180-dan 120-ni çıxarıq. Kvadrat olduğuna görə hər bir bucağı 90 dərəcədir. 60, 90, digər iti bucağı qalır 30 dərəcə. Və burada AC diaqonaldır. Kvadratın da diaqonalları bucağın tən böləndir. Yəni 90 dərəcədirsə bucaq 45-45 olaraq bölür. Burada 45-dir. Digər bucağa da burada ümumi 45 dərəcə olmalıdır. X üstə gəl 30 bərabərdir 45 dərəcə. X olacaq 45 minus 30, 15 dərəcə. 79 nömrəli sualda AYC bucağı 115 dərəcədir. ACY bucağını soruşur. Yəni eyni tipli sualda. 115-dirsə bunun qonşusu 180-dan çıxarıq 115-i verir bizə 65 dərəcə. Bura 90, 65, digər iti bucağı tapa bilərik. 90-dan 65 çıxanda olacaq deməli 25 dərəcə. Bayaq da dediyimiz kimi rombun kvadratın diaqonalları bucağın tən bölənidir. Yəni bura 45, digər bucağa da 45 qalmalıdır. 45-dən də həmin 25-i çıxırıq. Yəni bura x yazsaq, x-dən 25-in cəmi 45 dərəcə olmalıdır. Buradan da x bərabərdir 20 dərəcə. 80 nömrəli sualda O nöqtəsi ABCD rombunun diaqonallarının kəsişmə nöqtəsidir. AO 6, BO 8 rombun perimetrini soruşur. AO 6, BO 8-dirsə 6, 8 Pifaqor teoreminə görə biz A-nı tapa bilərik. 6-nın kvadratı üstə gəl 8-in kvadratı bərabərdir A kvadratı. A kvadratı 36 üstə gəl 64. A kvadratı 100, A olacaq 10. Rombun bütün tərəfləri bərabərdir. Bir tərəfi 10-dursa, bütün tərəfləri 10-dur. Perimetr 4A, 4-ü 10-a vursaq olacaq 40. 81 nömrəli sualda ABCD düzbucaqlı trapeziyasında BC 5-dir, AD 7-dir. Bucaq D 45 dərəcə olarsa AB-ni soruşur. C təpəsindən hündürlük çəkirəm. BC 5-dirsə burada AH da 5-dir. Ümumi bu 7, ümumi AD 7 idi. 7-dən 5 çıxanda bura qalır 2. Burada da 90 dərəcəli, bura 90 dərəcə 45 isə digər bucağa da 45 qalır. Deməli bu bərabər yanlı düzbucaqlı üçbucaqdır. HD 2-dirsə CH da 2-dir. Çünki bərabər yanlı düzbucaqlı üçbucaqda, yəni yan tərəflər bərabərdir, bərabər yanlı üçbucaqda. Və oturacağına bitişik bucaqlar bərabərdir. CH 2 olduğuna görə AB də 2-yə bərabərdir. Bizdən də AB-ni soruşurdu. 82 nömrəli sualda yenə eyni tipli sual. AB 3-dür, AD 7-dir. Bucaq D 45, BC-ni soruşur. C təpəsindən AB-yə paralel hündürlük çəkirəm. AB 3-dürsə, bura CH da 3-dür. Burada da 45, 90, digər iti bucağa da 45 qalır. Bərabər yanlı düzbucaqlı üçbucaq. Çünki oturacağına bitişik bucaqları 45-dir. CH 3-dürsə, HD də 3-dür.
Ümumi AD 7 idi. 7-dən 3 çıxıram. AH qalır 4. AH 4-dürsə, BC də AH-a bərabərdir. Burada 4-ə bərabərdir. Bizdən də BC-ni soruşur. Düzgün cavab 4. 83 nömrəli sualda AB 7, CD 4 olarsa düzbucaqların perimetrlərinin cəmini hesablayın deyir. AB 7-dir ümumi. Bura A yazıram. Bura olacaq 7 minus A. CD ümumi 4-dür. Baxaq görək. CD ümumi 4-dürsə, bura B-dirsə, deyək ki, bu kəsişmə nöqtəsinə qədər B-dirsə, bu qısa hissəyə qalır 4 minus B. Bunlar da düzbucaqlılardır. Perimetrlərinin cəmini soruşur. Bunun ayrıca perimetrini tapsaq, bunun perimetrinə deyirəm P1, bunun perimetrinə deyirəm P2. P1 bərabərdir 2 vurulsun. Tərəflərdən biri A-dır, digər tərəfdə 4 minus B. Bunu da vurub açanda 2A üstə gəl 8 minus 2B. İndi P2-nin perimetrini tapsaq, P2 olacaq, yenə 2 vurulsun. Tərəflərdən biri B-dir, digər də 7 minus A. 2B üstə gəl 14 minus 2A. P1 üstə gəl P2-ni soruşur. 2A üstə gəl 8 minus 2B. Üstə gəl 2B üstə gəl 14 minus 2A. 2B'lər 2A'lar islah gedir. Cavab 14 üstə gəl 8, 22. Və yaxud da bu tip suallarda ədədləri bölə də bilərik. Yəni 7-dirsə 5-2 kimi bölürük. Məsələn, bunu yazdısa əgər, indi silib, digər qayda ilə demək istəyirəm. Bunu silirəm. AB ümumi 7-dir. Bura 5 yazıram. Digər hissə 2. Yenə AB 7 olur da. İndi 5-dirsə düzbucaqlıdır. Burada 5 olacaq. Amma düzbucaqlı digər tərəf burada 2 olacaq. CD ümumi 4 idi. Deyək ki, bura 3 olsun, burada olsun 1. Yəni istədiyimiz ölçüdə bölə bilərik. Burada 1-dir, burada 3-dür. İndi bunun perimetri P1 deyək. Bunun perimetri P1 olacaq 12. Digərinin perimetri P2 olacaq 6, 10. 10 oldu. İndi yenə P1 üstə gəl P2 22-yə bərabərdir. Bayaqki qayda ilə də 22 almışdıq. Yəni necə rahatdırsa elə hesablaya bilərsiniz. Burada həmişə 5-2 kimi yox, istənilən nisbətdə bölmək olar. 84 nömrəli sualda AB 17-dir, BC 15-dir. Şəkildəki fiqurun perimetrini soruşur. Deməli, bunu necə eləyə bilərik? Baxaq görək. Aha. Bura x yazsaq, bura x isə, buradan bunu kəsirəm. Burada x-dir. Sonra bura y yazıram. Buradan bunu kəsirəm. Burada y-dir. Bu 17-ni buradan silirəm. 17-ni buradan sildim. Sonra bura z-dirsə, burada olacaq z. Sonra digər hissələri bölürük. Baxın, BC paralel olanları. Deyək ki, bu hissə buna A deyirəm. Buna B deyirəm. Buna da deyirəm C. İndi bura A-dırsa, buradan bunu kəsirəm. Bura A-dırsa, buna paralel olaraq bu hissə də A-dır. Bura B-dirsə, buna paralel olaraq buradan bunu kəsirəm. Bu yuxarı hissə də B-dir. Bu 15-i buradan sildim. Deməli, burada B-dir. Eyni qaydada bura C-dirsə, burada C-dir. İndi biz burada nəyi bilirik? X üstə gəl, Y üstə gəl, Z-in 17 olduğunu bilirik. X üstə gəl, Y üstə gəl, Z bərabərdir 17-yə. Eyni qaydada BC tərəfinə görə A üstə gəl, B üstə gəl, C-nin də 15 olduğunu bilirik. İndi baxın, gəlin fiquru adlandırsaq. Daha doğrusu fiquru adlandırmırıq. Fiqurun kənarları boyunca bizə perimetr lazımdır. Perimetr nədir? Bütün tərəflərinin cəmi. İndi AB tərəfi üstə gəl, BC tərəfi üstə gəl, rəngi dəyişirəm. Buradakı X tərəfi üstə gəl, buradakı C üstə gəl, Y. Baxın, bütün tərəflər boyunca toplayırıq. Buradakı B üstə gəl, bu Z üstə gəl, buradakı A bərabərdir. Buradan fikir versək görərik ki, bunlar 17 üstə gəl 15-dir. Bunları yerinə qoyuruq. Sonra X, Y və Z. Bu üçlünün cəmi 17 idi. Bunların yerinə 17 yazıram. Eyni qaydada C, B və A-nın yerinə də 15 yazıram. Bərabərdir.
15 üstəgəl 15, 30. 17 üstəgəl 17, 34. Cavab olacaq 64. Perimetri 30 olan paralelogramın bucaqlarının tən bölənləri qarşı tərəf üzərində kəsişir. Əvvəlcə paralelogram çəkirik. A, B, C, D. A və D bucağının tən bölənlərini çəkirəm və qarşı tərəf üzərində kəsişdirirəm. Tən böləndirsə, bura A'dırsa burada A'dır, bura B'dirsə burada B'dir. Biz bilirik ki, paralelogramın bir tərəfinə bitişik bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Yəni 2A üstəgəl 2B bərabərdir 180. 2-yə böləndə A üstəgəl B bərabərdir 90 dərəcə. A üstəgəl B 90-dırsa, deməli bunlar arasında qalan bucaq da 90 dərəcədir. Çünki 180-dən 90 çıxanda 90 qalır. Deməli bu düz bucaqlı üç bucaqdır. Paralelogramın qarşı tərəfləri paraleldir. Buradakı bu tən bölənlər kəsən rolunu oynayır və daxili çarpaz bucaqlar alınır. Bura A'dırsa, buradakı bucaq da A'dır. Bura B'dirsə, buradakı bucaq da B'dir. Və biz bilirik ki, paralelogramın qarşı tərəfləri bərabərdir. Bura X isə, burada X-dir. İndi burada bərabər yanlı üç bucaqlar alındı. Bura bir K deyirəm. AB, BK-ya bərabər olduğuna görə burada X-dir. Eyni qaydada CK, CD-yə bərabər olduğuna görə burada X-dir. Deməli, P bərabərdir 2A plus B. P 30 idi. 30 bərabərdir 2. Tərəflərdən biri X-dir, digər tərəfdə 2X. 30 bərabərdir 2 vurulsun 3X. Yəni 6X bərabərdir 30-a, X olacaq 5. Bizdən kiçik tərəf soruşur. Kiçik tərəf elə X-dir. Cavab 5-ə bərabərdir. 86 nömrəli suala baxaq. Perimetri 24 olan paralelogramın bucaqlarının tən bölənləri qarşı tərəf üzərində kəsişir. Yenə eyni qaydada A, B, C, D. A və D bucağının tən bölənlərini çəkirəm. Burada kəsişdirirəm K nöqtəsində. Bura A'dırsa, burada A'dır. Bura B'dirsə, burada B'dir. Və biz bayaq demişdik ki, bucaq A üstəgəl bucaq D 180 dərəcədir. 2A üstəgəl 2B bərabərdir 180 dərəcəyə. A üstəgəl B 182-yə böləndə 90. Deməli, bunlar arasında qalan bucaq da 90 dərəcədir. Və şəkli yaxınlaşdırım. Deməli, qarşı tərəflər bir-birinə paralel olduğuna görə burada tən bölənlər kəsən rolunu oynayır. Yəni bu bucaqla bu bucaq çarpaz bucaqlardır, daxili çarpaz. Bura A'dırsa, burada A'dır. Bura B'dirsə, burada B'dir. İndi burada bərabər yanlı üç bucaqlar alındı. Qarşı tərəfləri X deyirəm. Bura X isə, burada bərabər yanlı üç bucaq alındığına görə burada X-dir. Burada da baxın, oturacağına bitişik bucaqları B'dir. Burada da bərabər yanlı üç bucaq alınır. Bunlar da X həmçinin. Perimetrini 24 vermişdilər. P bərabərdir 24. 24 bərabərdir 2 vurulsun. Tərəflərdən biri X-dir, digər tərəf 2X. 24 bərabərdir 2 vurulsun 3X. 6X 24. X olacaq 4. Onun böyük tərəfini soruşur, yəni BC-ni. BC 2-ni 4-ə vuranda olacaq 8. 87 nömrəli suala baxaq. Bir müstəvi üzərində verilmiş ABCD və BCFY paralelogramları kongruentdir. BAY 70 dərəcə olarsa ADC bucağını soruşur. Paralelogramdırsa bu tərəfə deyirəm X. Burada olacaq X. Çünki qarşı tərəfdə həmçinin burada X olur. Bura Y-dirsə, burada Y-dir. Və bunlar kongruent dediyinə görə bunlar da Y olacaq. Tərəflər də birinə bərabərdir. BAY bucağı 70 dərəcədir. BAY. Buradakı bucaq 70 dərəcədir. Burada bərabər yanlı üç bucaq alındı. Deməli, burada 70 dərəcə olacaq. 70, 70, 140. 180-dən 140 çıxanda qalır 40 dərəcə. Yəni, buradakı bucağa 40 dərəcə qalır. Baxın, bu üç bucaq oturacağına bitişik bucaqları bərabərdir və yan tərəflər də bərabərdir. Deməli, bərabər yanlı üç bucaqdır. Bizdən ADC bucağını soruşur. Hanı ADC? ADC buradakı bucağı soruşur. Deməli, baxın, burada düz bucaq əmələ gətiribdir də. Burada DA düz bucaqdır. DA düz bucaqdır. Bura 70 dərəcədir. 90-dan 70 çıxanda bura qalır 20. Bu 20 paralelogramın daxilindəki bucaqdır. Yəni, paralelogramdır belə. Baxın. Belə paralelogram verilib. Buradakı bucaqdır 20 dərəcə. Bura 20 dərəcədirsə,
Yəni A, D, C, B parallelogram deyək. Bura A 20 dərəcədirsə, buradakı bucağı da qalır 160 dərəcə. Çünki paralelogramın bir tərəfinə bitişik bucaqların cəmi 180 dərəcə idi. Bizdən də həmin ADC bucağını soruşur. Olacaq cavab 160 dərəcə. 88 nömrəli sualda eyni qaydada, eyni tipli sualdır. Bura A-dırsa, burada iki tərəfdə A-dır. Eyni qaydada CB A olduğuna görə F7 A-dır. Bura B-dirsə, burada B-dir, bu da B-dir, bu da B-dir. Çünki deyir ki, bu paralelogramlar kongruentdir. YAB 40 dərəcədir. YAB. Buradakı bucaq 40 dərəcədirsə, baxın, bunlar bərabər yanlı, bərabər tərəflər olduğuna görə burada 40-dır. 40, 40, 80, 180-dən 80 çıxanda buradakı bucağı qalır 100 dərəcə. Deməli, bu bucaq düz bucaqdır. 90 dərəcə olmalıdır. 90-dan 40 çıxanda bura qalır 50 dərəcə. Deməli, burada göstərəcəyik paralelogramı. Bu paralelogramdır. Bir tərəfə bitişik bucaqların cəmi 180 olmalıdır. 50-dirsə, buradakı bucağı qalır 130 dərəcə. Bizdən ADC yox, BCF bucağı soruşulur. Eyni qaydada baxın, bu bir tərəfdən yanaşsaq düz bucağa. Buradakı bucaq düz bucaqdır. Yəni 90 dərəcə olmalıdır. 40 çıxanda bura qalır 50. Bura 50-dirsə, buradakı bucaq da 50-dir. Çünki paralelogramın qarşı təpə nöqtələrindəki bucaqlar bərabərdir. 89 nömrəli sualından davam edirik. Orta xətti 6, yan tərəfləri 8 olan bərabər yanlı trapesiyanın perimetrini soruşur. Deməli, orta xətt nədir? Şəkil çəkmədən də yazmaq olar. Orta xətt oturacaqları cəminin yarısına bərabərdir. A plus B bölü 2. Yəni 6 bərabərdir. A plus B bölü 2. Buradan oturacaqlarının cəmi 6 vur 2, 12-yə bərabərdir. Perimetrdə bütün tərəflərin cəmi. Oturacaqları cəmi üstə gəl bərabər yanlı trapeziyada 2 dənə də yan tərəf var. 2C. A plus B-nin yerinə 12 yazıram. Üstə gəl 2 vur, yan tərəfdə 8-dir. 2 vur 8, 16. Üzərinə 12 gələndə 28. Burada şəkildə çəkə bilərik. Bunlar oturacaqlardır. Bunlar da yan tərəflər. Cavab 28-ə bərabərdir. 90 nömrəli sualda da yine eyni qaydada. Orta xətt 8-dir. Yan tərəfləri 12 olarsa trapeziyanın perimetrini soruşur. Orta xətt oturacaqları cəminin yarısına bərabərdir. 8 bərabərdir. Oturacaqları cəmi yarısı. Buradan A plus B bərabərdir. 8 vur 2, 16. İndi yan tərəflərdə 12-dir, C 12-dir. Perimetr P bərabərdir. Oturacaqların cəmi üstə gəl 2 yan tərəf. Yəni 16 üstə gəl 2 vur 12. 24 üzərinə də 16 gəlirik. Olacaq cavab 40. 91 nömrəli sualda daxili bucaqlarının cəmi 1800 dərəcə olan qabarıq çox bucağının diaqonallarının sayını soruşur. Qabarıq çox bucağının diaqonallarının sayı 180 vurulsun, diaqonallarının cəmi daha doğrusu 180 vurulsun n-2 üsulü hesablanır. Bunu bərabər edirəm 1800-ə. Buradan n-2 bərabərdir 10-a, n olacaq 12. Deməli bu qabarıq 12 bucaqlıdır. Diaqonalların sayı da n vurulsun n-3 böl 2. 12 vurulsun 12-dən 3 çıxanda 9 bölürük 2-yə. Olacaq 6 vur 9, 54. Deməli bu çoxbucaqlının 54 diaqonalı var. 92 nömrəli sualda daxili bucaqlarının cəmi 3600 dərəcə olan qabarıq çoxbucaqlının diaqonallarının sayını soruşur. 180 vurulsun n-2 bərabərdir 3600. n-2 bərabərdir 360 18-ə böləndə 20, n olacaq 22. Diaqonalların sayı n vurulsun n-3 böl 2. 22 vurulsun 22-dən 3 çıxanda 18. 22-dən 3 çıxanda 18 yox 19. Bölünsün 2. 22-ni 2-yə 11 dəfə vururuq 19-a. 11-i 19-a vuranda 209. Deməli bu çoxbucaqlının 209 diaqonalı var. Bu diaqonalların tapılması düsturudur. Bu da qabarıq çoxbucaqlının daxili bucaqlarının cəmi düsturu.
93 nömrəli sualda trapeziya verilib. Düzbucaqlı trapeziya BC2-dir. AD5 CDA bucağı 45 dərəcə olarsa və CK AD perpendikulyardır. CK-nı soruşur. BC 2-dirsə AK da 2-dir. Çünki bərabərdir BC və AK məsafələri. BC bərabərdir AK-ya. Bura 45 dərəcədirsə, düzbucaqlı üçbucaqdır. Digər iti bucaq da 45 dərəcədir. Böyük oturacaq AD 5 verilib. 5-dən 2 çıxanda KD qalır 3. KD də CK-ya bərabərdir. Çünki bərabər yanlı üçbucaqdır. Oturacağının bitişik bucaqları bərabərdir. Yəni 45-45 olduğuna görə buradakı bu düzbucaqlı üçbucaq bərabər yanlı düzbucaqlı üçbucaqdır. Deməli, KD 3-dürsə, CK da 3-dür. Həmçinin AB də 3-dür. Çünki CK və AB hündürlüklərdir. Bizdən elə CK-nı soruşur. Cavab 3. 94 nömrəli sualda düzbucaqlı trapeziyada BC 3-dür. AD 5 və CDA bucağı 45 dərəcə. CK AD perpendikulyardır. CK-nı soruşur. BC 3-dürsə AK da 3-dür. 5-dən 3 çıxanda KD-yə 2. Yəni BA bura AD perpendikulyar olduğuna görə həmçinin CK da perpendikulyardır AD-yə. Həmçinin şərtdə də verilib. 45 isə digər bucağı da 45 qalır. Deməli, bu üçbucaq bərabər yanlı düzbucaqlı üçbucaqdır. Çünki oturacağının bitişik bucaqları bərabərdir. Deməli, bunlar yan tərəflərdir, bərabərdir. CK da 2-dir. Bizdən də elə CK-nı soruşur. Cavab 2. 95 nömrəli sualda bərabər yanlı trapeziya. Əvvəlcə bərabər yanlı trapeziya çəkək, sonra verilənləri yazaq. Bərabər yanlı trapeziyanın kör bucağının təpə nöqtəsindən çəkilmiş hündürlüyü böyük oturacağı uzunluqlar 7 və 5 olan 2 hissəyə bölür. Deməli, bura 5-dir. Digər qalan hissə 7-dir. Trapeziyanın orta xəttin uzunluğunu soruşur. Trapeziyanı adlandırıram A, B, C, D trapeziyası. Baxın, bu deyir ki, bərabər yanlıdır. A, B, C, D bərabərdir. Burada BK hündürlükdür. Həmçinin C təpəsindən hündürlük çəkirəm. Burada CH deyirəm. Hündürlüyün yan tərəfdən ayrıldığı hissələr bərabərdir. Yəni AK 5-dirsə, HD də 5-dir. Çünki bu bərabər yanlı trapeziyadır. İndi K-dan D-yə qədər 7 qalmışdı. 7-dən 5 çıxanda bu KH-a qalır 2. KH 2-dirsə, BC də olacaq 2. Bu hissələr bir-birinə bərabərdir. Trapeziyanın orta xətti oturacaqlar cəminin yarısı. Yəni BC üstəgəl AD böl 2. BC-miz 2-dir. AD-miz də 12. 12 üstəgəl 2, 14. 2-yə böləndə alınır cavab 7. 96 nömrəli sualda ABCD paralelogramının BC tərəfi üzərində M nöqtəsi götürülmüşdür. AB BM-ə bərabərdir, CM MD-yə bərabərdir. AD 16 və perimetr 28 olarsa bu MDC üçbucağının paralelogramın perimetrini soruşur. AB x isə CD də x-dir, çünki paralelogramın yan tərəflərdir. Deməli, AD 16-dırsa, BC də 16-dır. Baxın, AD-ni 16 veriblər bizə. AD 16-dır. İndi digər tərəfləri yazaq. AB-nin BM-ə bərabər olduğunu veriblər. AB x yazmışıqsa, BM də x-dir. Və digər tərəfdən bu bərabər olan tərəflərə də y yazıram. İndi burada nə yaza bilərik? AD 16 olduğuna görə B-dən C-yə qədər də 16-dır. Yəni, x üstəgəl y-in də 16 olduğunu alırıq. Və digər tərəfdən bu işarə etdiyim üçbucaq, bunun perimetri 28-dir. Həmin üçbucağın tərəfləri y üstəgəl y üstəgəl x bərabərdir 28. Burada x üstəgəl y-in yerinə bu yuxarıdakı 16-nı yazsam, y üstəgəl 16 bərabərdir 28-ə. Alıram ki, y bərabərdir 28-dən 16 çıxanda 12. Paralelogramın perimetri 2 vurulsun. Tərəflərdən biri x-dir. Y 12 tapmışıq, hələ x-i tapmamışıq. X-i tapaq. X üstəgəl 12 bərabərdir 16-ya. X də olacaq 4. Tərəflərdən biri AB-dir. Digər tərəfdə AD bərabərdir. 2 vur AB-miz 4-dür. AD-miz də 16.
20, 2'ye vuranda 40. 97 nömrəli sualda yine eyni qaydada. Bura x yazıram. AB'nin BM'e bərabər olduğunu veriblər. Burada x'dir. AB x ise CD de x'dir. Çünki yan tərəflərdir. Bunlar da olsun y. MDC'nin perimetri 18'dir. Bunun perimetri 18'dir. Yani y üstə gəl y üstə gəl x bərabərdir 18'e. Və CM bərabərdir MD 7'dir deyir. Bunlar da 7 verilib. İndi yerinə qoyuram. Yəni y-in yerinə 7 qoyacağım. Çünki veriblər. 7 plus 7, 7 plus 7 plus x bərabərdir 18'e. X olacaq 4. X 4'tür. Aparıb yerinə qoyaq. Yan tərəflərdən biri 4'tür. Digər yan tərəf 4 ilə 7'nin cəmi, yəni AD-yə düşür 11. Perimetr 2 vurulsun. 4 üstə gəl 11. 15, 2'ye vuranda 30. Burada diqqətsizlik etdim. Çünki məndən ABMD'nin perimetrini soruşur. ABMD buradakı trapesiyadır. Bunun perimetrini soruşur. Bunun perimetri olacaq PABMD bərabərdir. X, 2 dənə x var. 4 üstə gəl 4. Bir dənə y. Y tapmışdıq bayaq 7. Bir dənə də AD var 11. Olacaq 4 üstə gəl 4 8. Üzərinə 7 gələndə 15. Üzərinə 11 gələndə 26. Yəni cavab 26. Elə bildim 96'dakı kimi paralelogramın perimetri soruşulur. Ona görə diqqətsiz yanaşdım. Üzrlü sayın. İndi keçək 98 nömrəli suala. 98 nömrəli sualda AB 7'dir. A'yı 2'dir. Bunu belə yazın. Burada 2 yazın. Və ümumi bura 7. YF AC'ye paraleldir. YF rengi değişim. YF paraleldir AC'ye. FK B ile paraleldir. FK B ile paraleldir. LK BC'ye paraleldir. LK paraleldir BC'ye. Bizden L-yeni soruşur. İndi baxaq görək. Burada nə yaza bilərik? Deməli, əvvəlcə YF AC-yə paralel olduğuna görə 2 paralel xət və burada yox, əvvəlcə nəyə diqqət edirik? Baxın, LK BC-yə paraleldir. BL də FK-ya paraleldir. Deməli, burada BL-in FK-ya bərabər olduğunu düşünə bilərik. Yəni, BL FK-ya bərabərdir. İndi A-yı 2 olduğuna görə FK da 2'dir. Burada 2'dir. 2 paralel xət, onlar arasında qalan məsafələr də bərabərdir. Yəni, A-yı 2 olduğuna görə FK da 2'dir. FK 2 olduğuna görə BL də 2'dir. Ümumi bura 7 idi. 4 çıxanda L-yə qalır 3. Bizdən də L-yeni soruşur. Cavab 3'ə bərabərdir. Baxırıq 99 nömrəli suala. Burada da eyni qaydada. AB 10'dur. AY 3'dür. Bizə verilib ki, YM AC-yə paraleldir. YM paraleldir AC-yə. MK BF-ə paraleldir. MK paraleldir BF. Yəni bu iki xət birbirine paraleldir. FK da BC-yə paraleldir. BC paraleldir. Bizdən YF-i soruşur. Deməli, əvvəlcə YM AC-yə paralel olduğuna görə A-yı 3'dürsə, KM-ə də 3 kimi baxa bilərik. Çünki bərabərdir həmin paralel xətlər arasındakı məsafələr. KM 3'dürsə, BF də 3'dür. Və bura ümumi AB 10 idi. Ondan 3 plus 3 6'ını çıxanda FY-yə qalır 4. FY-ni soruşur. Cavab 4'ə bərabərdir. 100 nömrəli suala baxırıq. Romb verilib. Rombun perimetri 60'dır. 60'ı böləcəm 4'ə verir bizə 15. BD üstə gəl AC bərabərdir 34'ə. Deməli, BD üstə gəl AC bərabərdir 34. Bizdən AOD-nin perimetrini soruşur. Bunlar diagonallardır, düzdürmü? Rombun diagonalları kəsişir və kəsişmə nöqtəsində yarıya bölünür. Bura x ise burada x'dir, bura y ise burada y'dir.
BD olacaq 2x, AC olacaq 2y bərabərdir 34-də. X üstəgəl y-ə 17 qalır. AOD haradır? Baxın, AOD buradır. Və rombun diagonalları perpendikulyar idi bir-birinə. X üstəgəl y 17-dir. Burada 15'dir. Biz bunun perimetrini tapa bilərik. P bərabərdir. X üstəgəl y üstəgəl 15. Yəni bunun yerinə 17 qoysaq, 17 üstəgəl 15, 32. 101 nömrəli suala baxırıq. Rombun perimetri 40-dır. Rombun perimetri 4A-ya bərabərdir. 40 bərabərdir 4A-ya. Rombun tərəfi olacaq 10. Rombun diagonalları kəsişir. Düzbucaq altında kəsişir. Kəsişmə nöqtəsini yarıya bölünür. Burada x isə burada x-dir. Burada y isə burada y-dir. BD-nin yerinə yazıram 2x. AC-nin yerinə 2y bərabərdir 28. Hər tərəfi 2-yə böləndə x üstəgəl y 14. Deməli, indi bizə nə soruşur? AOB haradır? Bu üçbucağın perimetrini soruşur. Perimetr olacaq x üstəgəl y üstəgəl 10. Yəni 14 üstəgəl 10, 24. Baxırıq, ətraflı yazılı cavab tələb olunan tapşırıqlara. Buranı silirəm ki, yer ayrılsın, biraz yer olsun. Düzbucaqlının diagonalları 60 dərəcəli bucaq altında kəsişir. Burası düzbucaqlı, bunun diagonallarıdır. Burada yan tərəf, yəni AB kiçik yan tərəf olsun. Bu 60 dərəcəli bucağı da buraya yazıram. Kiçik tərəfin qarşısındakı bucaq. Düzbucağının bir kiçik tərəfi ilə bir diagonalının cəmi 2,1 olarsa diagonalın uzunluğunu soruşur. Biz bilirik ki, düzbucaqlının diagonalları bir-birinə bərabərdir. Kəsişir və kəsişmə nöqtəsində bərabər hissələrə bölünür. Yəni bura hamısı, bunların hamısı x-ə bərabərdir. İndi baxın burada təpə bucağı 60 dərəcə olan üçbucaq alınır və yan tərəflərdə görürük ki, x-i. Deməli, bu bərabər yanlı üçbucaqdır. Oturacağına bitişik bucaqlar da bərabər olmalıdır. Deməli, hər birinə nə qalır? 60 qalır. Deməli, bu bərabər yanlı yox, bərabər tərəflidir. AB də x olacaq. İndi bir kiçik tərəfi ilə bir kiçik tərəf 60 dərəcənin qarşısındakı tərəfdir x. Çünki digər bucaq 120-dir. 120-nin qarşısındakı tərəf də böyük tərəfdir. Bir kiçik tərəf x-dir. Bir də diagonal BD diagonaldır. Diagonalın uzunluğu da 2x-dir. Bunların cəmi 2,1-dir. 3x bərabərdir 2,1-ə. X olacaq 2,1-i 3-ə böləndə 0,7. Diagonalın uzunluğunu soruşur. Diagonal BD-dir, 2x-dir. 2-ni də vuracağım 0,7-yə. 1,4. Yüzüç nömrəli sualda bərabər yanlı trapeziyanın hündürlüyü 3. Orta xətti 9, iti bucağı 45 dərəcə olarsa, onun böyük oturacağını soruşur. Baxın, deməli, iti bucağı 45 dərəcədir. Buradakı bucaq 45 dərəcədir. Bura 90 dərəcədirsə, digər bucağa da qalır 45. Deməli, bu bərabər yanlı düzbucaqlı üçbucaqdır. Bura hündürlük 3-dürsə, burada 3-dür. Və bu bərabər yanlı trapeziya olduğuna görə ikinci hündürlüyü çəksəm, burada 3 olacaq. Çünki bərabər yanlı trapeziyada hündürlüyün yan tərəfdən ayırdığı hissələrin uzunluqları bərabərdir. Və bura 45 dərəcədirsə, həmçinin oturacağına bitişik bucaqlar da bərabər idi. Burada 3 olacaq. İndi 3 3-dürsə yan tərəf tapa bilərik. Bizə yan tərəf əslində ehtiyac yoxdur. Orta xətti 9 verilib. Kiçik oturacağı x deyirəm. Burada x olacaq. Çünki bu hissə kiçik oturacağa bərabərdir. İndi yazıram kiçik oturacaq, üstəgəl böyük oturacaq. Bölürük 2-yə, bərabər edirik 9-a. Çünki orta xətt 9-dur. 2x üstəgəl 6 bərabərdir 18-ə.
2x bərabərdir 12-yə, x olacaq 6. Onun böyük oturacağı 3 üstəgəl 6 üstəgəl 3. Yəni 12-yə bərabərdir. 104 nömrəli sualda yenə bərabər yanlı trapeziya. İti bucağı 60 dərəcədir. Oturacaqları 20 və 12-dir deyir. Bunun hündürlüyünü çəkək əvvəlcə. Çünki perimetrini tapmaq üçün yan tərəf lazımdır. Kiçik oturacağa 12 deyirəm. Bura 12 isə biz bilirik ki, bu hissədə kiçik oturacağa bərabərdir. Bunlar bərabər olduğuna görə burada 12-dir. Böyük oturacaq 20 verilmişdi. 20-dən 12-ni çıxıram, qalır 8. 8 də bu hissələr arasında bərabər bölünür. Çünki bu bərabər yanlı trapeziyadır. Bu hissələr birbirine bərabər olmalıdır. İndi 90 60-dırsa digər iti bucağa qalır 30 dərəcə. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısı. Deməli yan tərəf hipotenuz 8-dir. Hündürlük soruşulsaydı 60 dərəcəli bucaq qarşısındakı katet digər katetin, yəni 4-ün kök 3 mislinə bərabərdir. Trapeziyanın perimetri kiçik oturacaq 12, böyük oturacaq 20, yan tərəflərdə 8 8 çünki burada 8-dir. Olacaq 20 üstəgəl 12 32 üzərinə də 12 16 gələndə 48. 105 nömrəli sual da eyni tipli sualdır. Oturacaqları 8 və 12-dir. Deməli, bura 8-dir, kiçik oturacaq. Bu hissə də 8-dir, çünki əmin hissə oturacağa bərabərdir. Bu hündürlüyün yan tərəfdən ayırdığı hissələrdir. Bu bərabər yanlı trapeziyadır. Böyük oturacaq 12 idi. 12-dən 8-i çıxıram 4. 4 də bunlar arasında bərabər bölünür. Çünki əmin hissələr bərabərdir, bərabər yanlı trapeziyadır. İndi iti bucaq 60 dərəcədir. Digər iti bucağa qalır 30 dərəcə. 30 dərəcəli bucaq qarşısındakı katet, yəni bu 2 hipotenuzun yarısıdır. Deməli hipotenuz C 4-ə bərabərdir. Əgər hündürlük soruşulsaydı 60 dərəcəli bucaq qarşısındakı katet digər katetin, yəni 2-nin kök 3 mislinə bərabər olardı. Perimetrini soruşur. Kiçik oturacaq 8, böyük oturacaq 12, yan tərəflər də 4 4. 20 üzərinə 8 gələndə 28. 106 nömrəli sualda verilənlərə əsasən x, y soruşulur. X, y soruşur. Bunlar birbirine bərabərdir. BM bərabərdir MP'yə bərabərdir AP'yə. CN bərabərdir NK'yə bərabərdir KD. Deməli, burada həm MN, həm də PK orta xəttdir. Çünki yan tərəflərin ortasını birləşdirib. Əvvəlcə bu trapeziyanı ayırıram. Burada MN orta xətti. Yəni X orta xətti oturacaqları cəminin yarısına bərabərdir. Oturacaqlar 2 və Y-dir. Baxın, mən göylə işarələdim trapeziyanı, onun orta xəttini yazdım. Buradan çarpaz vuranda 2x bərabərdir 2 plus y-ə. Y-i də sol tərəfə keçirsəm 2x minus y bərabərdir 2. Sonra bu trapeziyaya baxacağım. Burada da y orta xətti. Oturacaqlar x-lə 8. Bunların cəminin yarısı. Çarpaz vursam 2y bərabərdir x plus 8. 2y minus x bərabərdir 8-ə. İndi bu iki tənliyi tənliklər sisteminə görə həll edəcəm. 2x minus y bərabərdir 2-yə. 2y minus x bərabərdir 8-ə. İkinci tənliyi 2-yə vurub birinci ilə toplayaq. Birinci tənliyi olduğu kimi saxlayıram. İkinci təni 2-yə vursam 4y minus 2x bərabərdir 16. Bunlar tərəf-tərəfə toplayanda 2x-lər islah gedir. 4y-dən y çıxanda 3y, 16 üstə gəl 2, 18. Y olacaq 6. Hər hansı bir tənlikdə yerinə qoyub x-i tapa bilərəm. Gəlin qoyaq burada. 2x minus 6 bərabərdir 2-yə. 2x 8, x olacaq 4. Bizdən x və y soruşulur. X 4-dür, y də 6-dır. 107 nömrəli sualda BM
MY'ye bərabərdir AY'ye. CN bərabərdir NF bərabərdir FD. Yenə X və Y soruşulur. Yenə burada trapeziyaları ayıracağım. Bu trapeziyaya ayrıca baxacağım. Bu trapeziyanın orta xətti MN-dir, yəni X-dir. Həmin X oturacaqları 3 və Y-in cəminin yarısıdır. Çarpaz vuranda 2X bərabərdir 3 plus Y. 2X minus Y bərabərdir 3-ə. Digər tərəfdən bu trapeziyanı ayıracağım. Bunun orta xətti Y bərabərdir. X üstəgəl 12 böl 2. Buradan çarpaz vuranda X üstəgəl 12 bərabərdir 2Y. İndi bu iki tənliyi deməli tərəf-tərəfə toplasaq mı? Yox, toplasaq alınmır. Birinci tənlik 2X minus Y bərabərdir 3. İkinci tənlikdən nə yazaq? 2Y, X-i 2Y-in yanına keçirdək. Yəni 2Y minus X bərabərdir 12. 12-ni öz yerində saxlayıram burada. 2Y-in yanına X-i keçirdim. Yəni 2Y minus X olur. Bu tənliklərdə yenə olduğu kimi istəsək ki, ya X-i ya da Y-i 2-yə vura bilərik. Birinci tənlik ya da ikinci tənlik. Buranı 2-yə vururam. Olacaq 4X minus 2Y bərabərdir 6-ya. 2Y minus X bərabərdir 12 tənlik isə olduğu kimi qalır. İndi tərəf-tərəfə toplayıram. 2Y-lər islah gedir. 3X 18, X də olacaq 6. X 6-dırsa, hər hansı bir tənlikdə yerinə qoyub Y-i tapa bilərəm. 2 vur 6 minus Y bərabərdir 3. 12 minus Y bərabərdir 3-ə. Y də olacaq 9. Bizdən X, Y soruşur. X 6-dır, Y də 9. 108 nömrəli sualda ABCD paraleloqramın ABCD. A bucağının tən böləni onun BC tərəfini B təpəsindən başlayaraq 3 böl 2 nisbətində bölür. Deməli, bura 3 rəngi dəyişim. Deməli, bura 3K'dır, burada 2K. AB 18'dir. Paraleloqramın perimetrini soruşur. Şəkli yaxınlaşdırdım. Biz bilirik ki, paraleloqramın qarşı tərəflər paraleldir. Yəni, BC paraleldir AD-yə. Deməli, burada deyək ki, AN. AN kəsəndir. AN kəsən olduğuna görə çarpaz bucaqlar alınır. Bir dəqiqə, AN nə idi? A bucağının tən böləni deyir. Bu tən böləndir. Bura X isə, burada X-dir. Biz bilirik ki, AN burada kəsəndir. Onda bu bucaqla buradakı bucaq daxili çarpaz bucaqlardır. Burada X-dir. İndi burada yan tərəfləri bərabər olacaq. Çünki oturacağına bitişik bucaqlar bərabər idi. AB 18-dirsə, B-dən N-ə qədər də 18-dir. Yəni 3K bərabərdir 18-ə, K olacaq 6. K 6-dırsa, bizə ümumi BC lazımdır. Ümumi BC 5K'dır. 5-i də vuracaq 6-ya, 30. Perimetr 2A plus B. 2 vur, tərəflərdən biri 18, digər tərəf 30. 48, 2-yə vuranda 96. 109 nömrəli sualda yeni eyni qaydada ABCD paraleloqramdır. A bucağının tən böləni BC tərəfini BK olsun bura. BC tərəfini 2 böl 3 nisbətində bölür bu zaman. 2K, 3K. AB 12'dir. Yenə perimetri soruşur. BC AD'ye paralel olduğuna görə burada AK kəsəndir. Və burada AK tən böləni idi. Bu bucaqlar X, X'dir. Və burada çarpaz bucaqlar alınır. Bura X isə, buradakı bucaq da X'dir. Daxil çarpaz bucaqlar. Deməli, buradan görürük ki, oturacağına bitişik bucaqlar bərabərdir. Deməli, bərabəri yanlıdır. AB 12-dirsə, B-dən K-yə qədər də 12-dir. 2K bərabərdir 12-yə, K olacaq 6. K 6-dırsa, BC 5K'dır. 5-i 6-ya vuranda olacaq 30. Paraleloqramın perimetri 2A plus B. 2 vurulsun 12, üstə gəl 30. 42, 2-yə vuranda 84.
110 nömrəli sualda ABCD paralelogramında A bucağının tən böləni, deməli bura x, burada x olsun. BD diagonalını 2/3 nisbətində bölür. Bura 2K'dırsa, burada 3K'dır. Paralelogramın böyük tərəfi 9'dur. Onun perimetrini soruşur. Baxın, biz bu üçbucağa baxacağıq təkcə. Bura tən bölənin xassəsini tətbiq edəcəyik. Çünki burada AM tən böləndir. AM tən böləndirsə bilirik ki, AB'nin BM-ə nisbəti bərabərdir AD'nin MD'yə nisbətinə. Deməli, yaza bilərik ki, AB bölünsün 2K bərabərdir 9 bölünsün 3K'ya. Çarpaz vuranda burada K'lar da gedir. 3AB bərabərdir 18'ə, AB olacaq 6. Perimetrini soruşur. P bərabərdir 2A plus B. 2 vur 6 plus 9 15 olacaq 30. 111 nömrəli sualda perimetri 42 olan ABCD paralelogramının diagonalları O nöqtəsini kəsişir. BOC və ABO üçbucaqlarının perimetrləri fərqi 7 olarsa, paralelogramın tərəflərinin uzunluqlarını hesablayın deyir. Biz bilirik ki, paralelogramın diagonalları müxtəlifdir, amma kəsişir. Kəsişmə nöqtəsində bərabər hissələrə bölünür. Yəni, bura x isə burada x-dir, bura y isə burada y-dir. İndi yan tərəflər də yoxdur, yan tərəflərə də A, B yazıram. İndi bizə nə verilib? Deyir ki, BOC-nin perimetrini yazaq əvvəlcə. BOC-nin perimetri P ayağında BOC bərabərdir. Yazırıq ki, x üstəgəl y üstəgəl B. Və ABO-nun perimetri ABO. ABO-nun perimetri də x üstəgəl y üstəgəl A. Bunların perimetrləri fərqi 7'dir deyir. Bunları çıxacaq bir-birindən. Bunlar bir-birindən çıxanda nə alacaq? X üstəgəl y-lər gedir, B minus A alınır. Demək istəyir ki, B minus A 7'dir. B minus A 7'dir. Çünki hər ikisinin tərəfləri x üstəgəl y-dir, onlar islah gedir. B böyük tərəfdən kiçik tərəfə çıxarıq, 7 qalır. İndi bizdə perimetr 42 olduğu verilib. P bərabərdir 2A plus B. 42 bərabərdir 2 vur A plus B. Hər tərəfi 2'yə böləndə A plus B 21. İndi bu iki tənliklə hesablayaq. B minus A bərabərdir 7'yə, A plus B bərabərdir 21'ə. Tərəf-tərəfə toplayırıq, A'ları gedir. 2B bərabərdir 28'ə, B də bərabərdir 14'ə. A olacaq 21 minus 14, 7. Tərəflərin uzunluqları cəmi 7 və 14. Daha doğrusu, tərəflərin uzunluqlarını hesablayın. Ayrıca 7 və 14, yəni cəm soruşulmur. 112 nömrəli sualda perimetri 22 olan ABCD paralelogramının diagonalları O nöqtəsini kəsişir. BOC və ABO, BOC və ABO üçbucaqlarının perimetrlərinin fərqi 3 olarsa, paralelogramın tərəflərinin uzunluqlarını soruşur. Bayaqki sualda dedik ki, paralelogramın diagonalları kəsişir və yarıya bölünür kəsişmə nöqtəsində. Yan tərəflərə də A deyirəm, bunlara da B deyirəm. Mənə əvvəlcə BOC-nin perimetri lazımdır. P, BOC bərabərdir. X üstəgəl Y üstəgəl B. P, ABO. ABO-nun perimetri də yenə x üstəgəl y üstəgəl A-dır. Bunların fərqi, yəni perimetr BOC-dən perimetr ABO-nu çıxsaq, B minus A alınır. X üstəgəl y-lər islah gedir. Bu da 3'ə bərabərdir deyir. B minus A 3'dür. İndi paralelogramın özünün perimetri 22'dir. P bərabərdir 2A plus B. 22 bərabərdir 2A plus B. A plus B olacaq 22'ni 2'yə böləndə 11. Tənliklər sisteminə görə toplasaq, olacaq A'lar islah gedir. 2B 14, B olacaq 7. A üstəgəl 7, 11 olarsa, A da 11 minus 7, 4'ə bərabərdir. Uzunluqlarını tapın deyir, uzunluqları 7 və 4.
113 nömrəli suala baxırıq. Perimetri 51 olan paralleloqramın BC tərəfi üzərində M nöqtəsi götürülmüşdür. BM AB-yə bərabərdir. CM CD-yə bərabərdir. AM 15-dir. Bizdən M deyəni soruşur. Baxın, bura X isə, burada X-dir. Çünki oturacağına bitişik bucaqlardır. Yəni tərəflər bərabər olduğuna görə oturacağına bitişik bucaqlar da bərabər olmalıdır. İndi biz bilirik ki, paralleloqramın qarşı tərəfləri paraleldir. BC AD-yə paraleldir. Deməli, burada AM kəsəndir. Buradakı bucaq X isə, buradakı bucağa da X deyəcəyik. Çünki daxili çarpaz bucaqlar bir-birinə bərabərdir. Eyni qaydada buradakı bucaqlar, bura Y-dirsə, burada Y deyəcəm. Çünki burada MCD ilə bərabər yanlıdır. Və buradakı bucaq Y olduğuna görə burada Y-dir. Bunlar da daxili çarpaz bucaqlardır. İndi biz bilirik ki, bucaq A və bucaq D-nin cəmi 180 dərəcədir. Yəni 2x üstəgəl 2y bərabərdir 180-a. Hər tərəfi 2-yə böləndə x üstəgəl y 90-dır. Deməli, bunlar arasında qalan bucaq da 90 dərəcə qalır. 180-dən 90 çıxanda. Deməli, bu düz bucaqlı üçbucaqdır. İndi bərabər olan tərəfləri adlandırıram. AA yazıram. AB A-dırsa CD də A-dır. Çünki paralleloqramın yan tərəfləridir. CD A olduğuna görə MC də A-dır. Deməli, P bərabərdir 51 idi. P bərabərdir 2 A plus B-yə. 51 bərabərdir 2 vur. Tərəflərdən biri A-dır, digər tərəfdə 2A. Baxın, bura 2A-dır ümumi. 51 bərabərdir 2 vurulsun 3A. A da bərabərdir 6-da 51. 3-ə böləndə 17 böl 2. 8,5. 8,5-dirsə, bizə BC tərəfi lazımdır. BC 2A-dır. 2-ni 8,5-ə vuranda 17. Çünki BC 17-dirsə, AD də 17-dir. Düzbucaqlı üçbucaq 15-in kvadratı üstəgəl MD-nin kvadratı bərabərdir 17-nin kvadratına. MD-nin kvadratı 289-dan 225 çıxanda 64. MD olacaq 8. 114 nömrəli sualda ABCD bərabər yanlı trapesiyasında PM-in AD-yə nisbət 3/4-dür. PM-ə yazıram 3K. AD olacaq ümumi 4K. Bu bərabər yanlıdır. AB CD-yə bərabərdir. Bərabər yanlıdırsa 4K-dan 3K-nı çıxıram, qalır K. Bərabər yanlıda AP MD-yə bərabər olmalıdır. K qalmışdı bunların cəminə. Bunlar da bərabər bölünür. Yəni K böl 2 olaraq bölünəcək hər biri. K böl 2. Məsələn, ümumi 9 olsaydı, 9-dan bu 3-ü çıxardım 6. 6-nı bərabər böləsiydim AP və MD arasında. Burada da K-nı bölürəm 2 tərəf arasında. AC-nin kvadratı ilə AB-nin kvadratları fərqi 48 olarsa orta xəttin uzunluğunu soruşur. Deməli, davam eləyək. PM 3K-dırsa, BC də 3K-dır. Çünki kiçik oturacağı bərabərdir. Başqa nə verilib burada? Başqa verilənlərə görə oxşarlığa görə getsək, oxşarlıqla, elə ki alınmır oxşarlıqla. Görək, necə yaza bilərik? Deməli, AC-nin kvadratının AB-nin kvadratını çıxanda 48 alınır. AC də yoxdur, AB də yoxdur bizdə. AC-yə görə buradan götürsək, AB-yə görə də buradan, bəli, yaza bilərik. Baxın, əvvəlcə nə üçün yazaq? Bu üçbucağa görə gedirəm əvvəlcə. Buradan AB-ni tapacam. AB-ni tapacam. Pifaqor teoremi. Yəni, AP-nin kvadratı üstəgəl BP-nin kvadratı bərabərdir AB-nin kvadratına. K böl 2-nin kvadratı üstəgəl BP H-dır, H-ın kvadratı bərabərdir AB-nin kvadratına. Bunu belə saxlayıram. Sonra yazıram digər AC-ni tapmaq üçün bu üçbucaqdan. Bu üçbucaqla gedəcəm. Bu da düzbucaqlı üçbucaqdır. AC-ni də buradan tapacam. Yəni, MA-nın kvadratı üstəgəl
CM'in kvadratı bərabərdir AC'nin kvadratına. MA ümumi 3,5'dir. Yəni 3K ilə 0,5 toplayanda 3,5K'nın kvadratı üstəgəl CM elə H'dır, H'ın kvadratı bərabərdir AC'nin kvadratına. İndi burada yerinə qoyuram. Bunlar bir-birindən çıxanda 48 alınmalıdır. AC'nin kvadratından çıxıram AB'nin kvadratına bərabər edirəm 48'e. Yerinə qoyuram. 3,5K'nın kvadratı 3,5 onda 35 deməkdir. Yəni 7/2. 7/2'nin kvadratı da 49/4 verir. 49/4K'nın kvadratı üstəgəl H'ın kvadratı minus AB'miz də K kvadratı böl 4'dür. Minus H kvadratı. Burada çıxanda buradakı işarət əksinə dəyişilir. Bərabərdir 48. H kvadratlar islah getdi. 4 də 49K kvadratından K kvadratı çıxıram. Bərabərdir 48'e. 48K kvadratı bərabərdir çarpaz 48'i 4'e vururam. 48'lər getdi. K kvadratı 4, K'da 2 olacaq. Bizə nəyi soruşur? Orta xəttin uzunluğunu soruşur. Orta xət M oturacaqları cəminin yarısı BC üstəgəl AD böl 2. BC'miz 3K, 3'ü 2'ye vuranda 6. AD'miz 4K, 4'ü 2'ye vuranda 8. 6 üstəgəl 8, 14, 2'ye böləndə 7. 115 nömrəli sualda yine eyni qaydada bərabər yanlı trapesiyadır. PM 4K, AD ümumi 5K olmalıdır. 5K'dan 4K çıxanda K, buralar K böl 2. AC'nin kvadratından AB'nin kvadratını çıxanda 80 alınmalıdır. Orta xəttin uzunluğunu soruşur. PM 4K'dırsa BC də 4K'dır. Bu bizə bir şey verirmi? Xeyr, vermir. Bərabər yanlıdır. Yəni tərəflər bərabər olsun. Bunlar bir-birinə bərabərdir. Deməli, yaza bilərik ki, və H'lar da bərabərdir. Yenə bu üçbucağı əsasən bayaq da yazmışdıq. Yəni H'ın kvadratı üstəgəl K böl 2'nin kvadratı. Bu verir bizə AB'nin kvadratını. Sonra deməli H'ın kvadratı üstəgəl MA'nın kvadratı bərabərdir CA'nın kvadratına. H'ın kvadratı, bir də bunlar bir-birindən çıxanda nə verməlidir? 80 verməlidir. Aşağıdakı tənlikdən yuxarıdakı tənliyi çıxacam. H'ın kvadratı üstəgəl MA'mız 4,5'dir. 4,5 onda 45. 5'e böləndə 9 böl 2 deməkdir. 9 böl 2'nin kvadratı, 9 böl 2 K'nın kvadratı minus H kvadratı minus K kvadratı böl 4 bərabərdir 80'a. H kvadratlar islah getdi. Ortaq məxrəc 4. 81 K kvadratından K kvadratını çıxıram. 80'a bərabər edirəm. 80 K kvadratı 80 vur 4. K kvadratı 4. K da olacaq 2. Ümid edirəm ki, bu hissələri başa düşdünüz. Çünki bunların daha qısa həlli yoxdur. Mən də bundan da açıq yazsam bir 5-6 dəqiqə tutacaq sualın izahı. Orta xət BC üstəgəl AD böl 2. BC'miz neçə idi BC? 4K idi. PM-ə bərabərdir çünki. Bura 4K'dır. 4'ü də 2'ye vuranda 8. AD'miz 5K'dır. 5'i 2'ye vuranda 10. 18 2'ye böləndə 9. Orta xətti tap deyir. Cavab 9'a bərabərdir. 116 nömrəli sualda bərabər yanlı trapesiyanın orta xətti 6'dır deyir. Diaqonalı oturacaqla 30 dərəcəli bucaq əmələ gətirir. Buradan çəkeyim. Deməli, bu diaqonal oturacaqla 30 dərəcəli bucaq əmələ gətirir. Trapesiyanın iti bucağı 60 dərəcə olarsa perimetrini soruşur. İti bucaq 60 dərəcədirsə, deməli digər bucağa da qalır 30 dərəcə. Və orta xətti 6'dır. Bu da bərabər yanlı trapesiyadır.
bərabəri yanlıdırsa, oturacağına bitişik bucaqları bərabərdir. Yəni A bucağı 60 dərəcədirsə, D bucağı da 60 dərəcədir. 30-60 deməli burada diagonal yan tərəfə perpendikulyardır. Perimetrini soruşur bizdən. Bu yan tərəfə C yazıram. 30 dərəcəli bucaq qarşısına katet hipotenuzun yarısıdır. Hipotenuz olacaq 2C. Və buradan hündürlük çəksək. Buradan da hündürlük çəksək. Hələ ki tək bu hissəni tapım. Buraya hündürlük çəkdik. 60 dərəcəsə buradakı bucaqda qalır 30 dərəcə. Eyni qaydada bu xassəni bura tətbiq edirəm. 30 dərəcəli bucaq qarşısına katet, yəni bu H-dir, hipotenuzun C-nin yarısına bərabərdir. Elə bu hissə bəsdir bizə. Buradan da məsələn hündürlük çəksəm, bura H1 deyək, burada eyni qaydada C bölü 2-dir. Nəyə görə? Çünki bərabər yanlı trapesiyadır. Yan tərəfini oturacaqla ayırdığı hissələr bərabərdir. Daha doğrusu hündürlüyün yan tərəflə ayırdığı hissələrin uzunluqları bir-birinə bərabərdir. Yəni AH HD bərabərdir. Ümumi AD 2C idi. 2C'dən bu C bölü 2-lərin cəmini çıxıram. C bölü 2-lərin cəmi bizə C verir. 2C'dən C'ni çıxanda burada qalır C. Deməli BC də olacaq C. İndi perimetrini soruşur və orta xəttdə 6 idi. Orta xətt kiçik oturacaq C, böyük oturacaq 2C bölü 2. 6 bərabərdir 3C bölü 2-yə. 12 bərabərdir 3C'yə. C olacaq 4. C 4-dür. Gətirib yerinə qoyuruq. C 4-dürsə kiçik oturacaq 4, böyük oturacaq 8. Deməli C 4-dürsə bura olacaq 4 bölü 2, 2. Buradakı bucaqda 60 dərəcə idi. Buradakı bucağa qalır 30. 30 dərəcəli bucaq qarşısına katet 2, hipotenuzun yarısı. Deməli yan tərəf 4-dür. İndi perimetri tapmaq istəsəm, yan tərəflər 4-lərdir. Kiçik oturacaqda 4-dür, böyük oturacaq 8. 8, 8, 16, üzərinə 4 gələndə 20. 117 nömrəli suala baxırıq. Bu 116, 117, bir də hansıydı? 114, 115, yəni 9-cu sinif üçün biraz ağırdır. 9-cu sinif sualı deyil, yəni. Buraxılışda inanmıram bu tipdə sual düşər. Çünki həlli uzundur, yəni çətin deməyim, uzun da həlli, yəni çox xırdalıqlar var. Həm də ədədlər biraz onluq kəsirlər alınır, ona görə daha da uzanır işimiz. 116-ya baxdıq, 117-yə baxaq. Bərabər yanlı trapesiya. Gec vaxtda yorğunluq. Çox uzun məsələləri həll etməyə adam hövsələsi çatmır hesablamağa. Perimetri 20-dir. İti bucağı 60 dərəcə. Bərabər yanlı trapesiyanın diagonalı oturacaqla 30 dərəcəli bucağı əmələ gətirir. Buradan diagonal çəkirəm. Bu diagonal oturacaqla 30 dərəcəli bucağı əmələ gətirir. 30-60-dırsa buradakı bucağa qalır 90 dərəcə. Bura bir x yazıram. 30 dərəcəli bucaq qarşısına katet, yəni həmin x hipotenuzun yarısıdır. 60 dərəcəli bucaq qarşısına katet, digər katetin köküş misli. Bizə diagonal lazım deyil, ona görə tapmıram. İndi şəkli yaxınlaşdırıram. Nəyin perimetrini vermişdilər? Trapesiyanın perimetrini veriblər. Bu da necə trapesiyadır? Bərabər yanlı. Bərabər yanlıdırsa burada x-dir. Buradan hündürlük çəkdim. 90-60-dırsa, baxın bu üç bucaqla gedirəm. Burada yenə 30 dərəcə olacaq. 30 dərəcəli bucaq qarşısına katet, yəni bura AH, hipotenuzun x-in yarısıdır. Eyni qaydada buradan da hündürlük çəksəm, burada x bölü 2 olacaq. Böyük oturacaq ümumi 2x idi. X bölü 2'lər toplayanda x verir. 2x'dən həmin x'i çıxanda bura qalır x. Burada kiçik oturacağa bərabərdir. İndi perimetrini hesablaya bilərəm. Kiçik oturacaq x. Üstə gəl, yan tərəflər 2x, oturacaq 2x. Nə verir bizə? 5x. Perimetrdə 20-dir. 5x'i bərabərdirəm 20-yə. X olacaq 4. Kiçik oturacaq x-dir. Cavab da ilə 4-ə bərabərdir. 118 nömrəli sualda perimetri saysan. ABCD paralelogramında AB BD-yə bərabərdir.
BM perpendikulyardır AD'yə. MBD bucağı 30 dərəcədir. 30 90-dırsa bura qalır 60 dərəcə. Bura 60-dırsa buradakı bucaq da 60-dır. Çünki burada AB BD-yə bərabərdir. Yəni bərabər yanlı üç bucaqdır bu. Oturacağına bitişik bucaqları bərabər olmalıdır. ABD üçbucağının perimetrini soruşur. 60-60-dırsa təpə bucağına da 60 dərəcə qalır. 120, 180-dən çıxan 120. Deməli, burada qalır 30 dərəcə. Nə verilib bizə? Perimetri 80 verilib. Bura x yazıram. Burada x olacaq. X yazmayaq. 2x yazım ki, bölə bilim də biraz. Baxın, necə yazaq? Bir dəqiqə nə soruşur bizdən? Perimetrini soruşur. Bu 30 dərəcənin qarşısındakı AM-ə x yazıram. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Deməli, AB olacaq 2x. AB 2x isə BD də 2x-dir. Çünki yan tərəflər bərabər idi. Həmçinin bu bərabər tərəflidir. Bütün tərəflər bərabərdir. Burada 2x olmalıdır. Deməli, MD-yə qalır x. İndi perimetr 80-dır. Yan tərəflər bərabər olduğuna görə hamısı. Deməli, bu rombdur. Rombunla perimetri 4A. 80 bərabərdir 4A-ya. A olacaq 20. Bizdən üçbucağın perimetrini soruşur. Hansı üçbucaqdır? ABD üçbucağı. ABD üçbucağı da bərabər tərəfli üçbucaqdır. Perimetri 3A. 3'ü vuracağım 20'ye olacaq 60. 119 nömrəli sualda yeni eyni qaydada AB BD-yə bərabərdir. Perimetr ABD-nin 45'dir. ABCD-nin perimetrini soruşur. Baxın indi. Əvvəlcə baxıram bu üçbucağa. 30-90-dırsa buradakı bucağa 60 qalır. Deməli, burada 60'dır. Bərabər, oturacağına bitişik bucaqlar bərabərdir. Təpə bucağı da 60 olacaq. Yəni, burada 60 olması üçün bura 30 qalır. İndi 30'un qarşısındakı tərəfə 1x atıram. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısı olmalıdır. Deməli, bura 2x-dir. AB 2x isə BD də 2x olmalıdır. Çünki bu bərabər tərəfli olmuşdur. Bütün tərəfləri bərabərdir. Deməli, MD də x-dir. ABD üçbucağının perimetri 45'dir. ABD bərabər tərəfli üçbucaqdır. Perimetri 3A'dır. 3A bərabərdir 45'ə. A olacaq 15. ABCD'nin perimetri 2 romb oldu bu. Çünki bütün tərəflər bərabərdir. Elə 4A yazıram. 4'ü də 15'ə vuranda 60. Və nəhayət sonuncu sual. ABCD paralelogramının perimetri 24'dür. Kiçik diagonal 8 və ABD bucağı 60 dərəcə olarsa, onun kiçik tərəfin uzunluğunu soruşur. Deməli, perimetri 24'dür. Paralelogramın kiçik diagonal 8'dir və ABD bucağı 60 dərəcədir. Deməli, buradan nəyi tapa bilərik ki? Kiçik tərəfin uzunluğunu soruşur. Bura A yazıram. Burada B yazıram. Burada B'dir, bu da A'dır. Başqa bir şey verilməyib çünki. Perimetri 24'dür deyib. Perimetrə görə gedək. P bərabərdir 2, A plus B. 24 bərabərdir 2 vur A plus B. A plus B'yə qalır 12. Deməli, buradan B'ye yazacağım nə? 12. B olduğu kimi qalsın. A'ya yazacağım. A olacaq 12 minus B'ye. İndi sinuzlara görə mi getsək? Bucaq da məlum deyil. Kosinuzlar teoreminə görə gedək. Buna kosinuzlar teoremi tətbiq edək. B'nin kvadratı bərabərdir 12 minus B'nin kvadratı üstə gəl 8'in kvadratı minus 2 vur 8 vur 12 minus B kosinus 60. B kvadratı bərabərdir 144 minus 24B. Üstə gəl B kvadratı, üstə gəl 64. Minus kosinus 62'də 1'dir. Bunu silirəm, bura 2'də 1 yazıram. Bu 2'lər burada getdi. 8'i 12'yə vuranda 96, 8'i mənfi B'yə vuranda üstə gəl 8B. B kvadratları islah getdi.
Mənfi 24b və 8b mənfi 16b-ni verir. Sol tərəf atanda müsbət 16b. Bərabərdir. 144 ilə 64 verir bizə 208. Çıxırıq 96-nı. Olacaq 112. Buradan da b bərabərdir 7 dəfə. B 7-dir. A da olacaq 12 minus b idi. 12 minus 7, 5. Kiçik tərəfin uzunluğunu soruşur. Kiçik tərəfin uzunluğu 5-ə bərabərdir. Dərsimiz bu qədər. Videoların davamı üçün mən əsasən bu toplunun həndəsə mövzularını çəkirəm. Növbəti mövzumuz çeviri olacaq Allahın izni ilə. Videoların davamı üçün videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun.